Salam Azərbaycanın carfishing həvəskarları, carfishing tamaşaçıları. Biz bugün Yeni Göldəyik, Şamaxının dağları arasında. Salam Azərbaycanın carfishing həvəskarları, carfishing tamaşaçıları. Biz bugün Yeni Göldəyik, Şamaxının dağları arasında. Yəni heç kimin tapa bilmədiyi və bizim tapdığımız bu gölü, bizdən başqa bu göldə heç kim yoxdur. Gəlmişik araşdırmağa, balıq tutmağa. Carfishing qaydaları ilə, necə deyərlər, bu gölü indi hər şeyimizi yerləşdirdik. Yemimiz hazır gözləyir, spompumuz hazır gözləyir, çubuqlarımız hazır rotbotda gözləyir. Hər şey hazır vəziyyətdə. İlk bizim işimiz bu gölü diperlə yoxlamaq, ya da ki şifahi markirovka olmaq, distansa seçmək. İlk fikrimiz iki səmtdə işləməkdir. Gölün sağ tərəfi və gölün sol tərəfi ortası. Yəni bu hissəni, önümüzdə olan hissəni araşdıracağıq. Perspektivli nöqtə tapıldısa, həmin nöqtə yemlənir. Spompla yemimiz hazır vəziyyətdə. Yem hazırlandıktan sonra az bir şey gözləməsi lazım. Yəni ki, bu da şərtdir. Yəni bütün dadların, iylərin bir-birinə qarışması üçün. Hər şey hazırdır. Qaldı bizim yeri, suyun altını araşdırmaq. Bunun da iki üsulu var. Bir markirovka, yəni ki marker quruzu ilə suyun altını şifahi olaraq da, yəni əllə yoxlamaq, mexaniki deyək. Bir də var elektronik olaraq diperlə. İndi biz ikisi ilə də çalışacağıq, yoxlayaq, amma hal-hazırda çempionat olmadığı üçün bizə daha asandır. Diperdir, diperlə yoxlayaq, baxaq buranın sualtı strukturu nədir? Biz hansı dərəni tapa bilirik ki, orada məsələn perspektiv nöqtə seçə bilək. Yəni bu şeylər hamısı şərtdir. İlk öncə, yəni tələsib həmən çubuqları hazırlayıb suya atmaq deyil. Birinci yerimizi tapmalıyıq, həmin nöqtəni yedizdirməliyik. Spomp çubuğuna vurulan klipsanı, distansanı, ölçünü, balıq tutulan çubuqlarda həmin distansaya, dərinliyi nəzərə almaq şərti ilə bunlarda da klipsalar vurulacaq. Yəni iki distansa işləmək istəyirik. Bir solumuz, bir sağımız, yəni bu hissələrin hamısını yoxlamaq üçün bir dərin hissəni, bir dayaz hissəni. Baxaq bu göldə balıq harda dayanır. Bu qədər. Deməli, bu bizim diperdir, Diper Pro. Bunun yeni modelləri də var, hamının bütçəsinə uyğun. Yəni ki, istəsəz axtarıb tapa bilərsiniz. Yəni Diper Pro'dur bu. Bunu əgər biz su səviyyəsində dayanırıqsa, bunun iki gözü var, taxılası. Bu göz bizə lazımdır, bu qışda buzun üstündə duranda üst səviyyədən bağlayırıq. Amma bunlarla istifadədə bu alt göz su səviyyəsi ilə bir səviyyədə dayananda biz bunun alt gözünü istifadə edirik. Yox, əgər biz təpədə isə su səviyyəsi bizdən çox aşağı, 5 metr, 6 metr aşağıdadırsa, biz bunun üst gözünü istifadə edirik. Hal-hazırda alt gözünü istifadə edirik. Qardaşlar, diperimizi taxdıq. Dediyim kimi, alt gözündən su səviyyəsində dayandığımıza görə altından qoşulur bu. Bu vəziyyətdə. Telefonda da Wi-Fi sistemi ilə qoşulur bu. Keçən dəfə suallar oldu ki, bunun nətər işlədir sözünün. Bunun özünün proqramı var. Proqramın adı Fish Diper'dir. Yəni bu proqramla bu diper Wi-Fi vasitəsilə internet olması vacib deyil. Telefonun Wi-Fi ilə bunun Wi-Fi router sistemi bir-birinə qoşulur, yəni informasiyanı ötürür. İndi biz də bu proqramı açırıq. Bu suda olanda buna qoşulur, yəni quruda qoşulmur. Ona görə biz bunu hazır vəziyyətə gətirdikdən sonra
atıldı. Telefonla Wi-Fi sistemini açırıq. Qardaşlar, diperimizi atmışıq. Yavaş-yavaş yığırıq və suyun altına. Dərinlik hardasa 5 metrədən başlayır. Yavaş-yavaş gəlir. Bunun bacardığımız qədər yavaş istifadə edirik. Yəni bu şəkildə əlimə apardığım kimi. 4 metrə, 400, 4 metrə, 200. Otluq hissəsi də var. Hə, balıq gəldi. Yəni bax. Arkadaşlar, yemimiz hazırdır. Bildiyiniz kimi yemin tərkibində qarğıdalı ən sevdiyi yemlərdəndir sazanın. Ona görə də hər bir yemdə biz qarğıdalını əsas yem olaraq istifadə edirik. Elə də olur ki, boyluların elə tərkibində qarğıdalı olur, yəni boylulla yedizdiririk. Biz indi bura özümüz hazırladığımız yemlərlə gəlmişik. Həm də ki, bu göl yemlə tanış deyil. Yəni balığı xoşuna gələcək, gəlməyəcək, bəlkə də bir müddətdən sonra bu yemi öyrəşdiyindən sonra bu balıq bu yemi götürəcək. Biz indi yoxlamağa gəlmişik, biz yeni göldür. Demək olar ki, bu göldə az balıqçılıq eləyirlər. Bu elə bir yerdədir ki, bura gəlmək yolun özü də belə çətindir. Mən öz distansamı seçdim. Həmişə orientir olaraq gölün qarşı tərəfində ağac olsun, dərə olsun, hansısa bir şeyi özünüzə orientir seçirsiniz atışdan. Burada klipsə var. Klipsəyə vurmuşam 90 metrə. Bu 90 metrə, amma atacağınız səmti qarşı tərəfin necə deyərlər, sahilində bir dənə ya ağac, bir göstər istərsən. Yəni qarşı tərəfdə ya bir ağac, ya bir dərə. Mənim seçdiyim yer orada bir dərə hissə var. O dərəni özümə məsələn orientir olaraq seçmişəm. Yemləməni ancaq orada. Bunu 90 metrə klipsəyə vurdum. Dərinliyi 5 metrədir. Üstünü də 2 metrə friksiyon ehtiyat leska saxlayıram. 97 metrədə də tutacağım çubuqlarda klipsəyə vurmuşam. Onlar da hazır, bu da hazır. İndi yemləməni etdikdən sonra çubuqlarımı həmin distansada sıralama olaraq qoyacağam. Bu yeni spompdur, Fox'un spompudur. Yəni hal-hazırda bu mənim üçün bu rahatdır. Hər cürə spomp var. Yəni indiki vəziyyətdə bu son aylarda, yəni mən buna daha çox üstünlük verirəm rahatçılığına görə. Az bir şey buradan bastırdıq. Hazır. Əlcəyimizi. Əlcəksiz işləməyin. Ona görə ki, plyonkadır. Güc verdiyində ip əlinizi kəsmə ehtimalı çoxdur. Ona görə hər zaman bu əlcəkdən istifadə edin. Yəni şeyi də buraxanda birlə ikinci kalsonun arasında, üzüyün arasında, yəni bir məsafə saxlayırsınız. Bu hissədən götürdük. Bu hissədən geçdi. Önünü açdıq. Atışımızı eləyəcək. Bax, klipsəyə vuranda əlimdən dartınma olacaq. Bax, dartındı, düşdü yerinə. Bağladıq. Hal-hazırda onun baş tərəfi paplavok kimidir. Bax, görsəndi. 2 dəfə çəkib buraxırıq. Əgər o həmən qalxırsa, deməli içindəki yem boşalıb. Bacardığımız qədər tez yığırıq ki, suyun üzü ilə gəlsin. İndi görəcəksiniz, bax. Bax, suyun üzünə qalxdı, gəlir. Bax, suyun üzü ilə. Bax, bu şəkildə gördüyünüz kimi
Spompun içi boşdur. Yəni yem biz atdığımız nöqtəyə düşdü. Yenə də təkrarlayırıq. Bu şəkildə ilk spomplama hardasa 5-10 arası baxır balığın aktivliyinə. Bu da yeni yer olduğuna görə, balığın ac olduğuna görə biz 10 spomp fikirləşmişik bir nöqtəyə. Axşama qədər, yəni həmin nöqtədən balıq vurarsa, o nöqtəni tez-tez yemləməyə, yəni hər atışdan öncə, yəni balıq tutduğumuz çubuqların atışından öncə 5-6 spomp, yəni həmin nöqtəyə göndərəcəyik ki, o yer yemli olsun. Hə, qardaşlar, bax, distan yemləməmizi bitirdik. İndi balıq tutma çubuqları ilə distansalara qoyacaq. Öncədən hazırladığım montajları likviddə saxladım. Bu likviddə qalır, canına, yəni onun aromasını, onun iyini çəkir. Fikrim 2 dənə işlətdiyim montaj vertolyot montajıdır. Buna vertolyot deyilir. Var inline montajı. Burada suyun dibində az bir şey ot olduğuna görə biz vertolyot montajına üstünlüyü verdik ki, yəni balıq yemi daha tez görə bilsin. Montaj bu şəkildədir. Hal-hazırda fikrimiz suyun dibinin otuna görə montajları üzən montajlar, yəni üzən boylar. Bax, bunlar dumbbellslardır, pop-up dumbbells. Sarısını qoyduq, qırmızısını qoyduq. Bu da likviddə gözləmiş yemlərdir. Qısa pavadok, uzun pavadok. Hər cürəsini yoxlayırıq. Yoxlama səbəbimiz odur ki, baxaq hansında daha effektiv balıq götürür. İndi hal-hazırda montajlarımız hazırdır. Distansalara, öz distansalarına göndəririk. Hazır, düz klipsə. Az bir şey gözləyirik. Ondan sonra boşluğunu alırıq. Yəni bu şəkildə. Yerinə qoyuldu. Friksiyon açılır. Əlimizlə friksiyonun yüngül ağır gəldiyini yoxlayırıq. Və bu şəkildə bizə bəs eləyir. Boşluğunu yığdıq. Boşluğunu yığırıq. Leskanın tarım olduğunu gördükdən sonra swingeri taxırıq. Swinger taxıldı. Görürük ki, az bir şey daha istəyir. Yəni swinger tam paralel, çubuqla tam paralel durmalıdır. Əgər balıq götürüb bizə doğru gəlirsə, bu swinger düşür. Bu starajok kimi də, yəni dəniz balıqçılığında starajokdur. Bu aşağı düşür. Bu siqnalizatorda da üzü bu yana da leskanın hərəkətində, üzü o yana da hərəkətində siqnal çalar. Yəni bizi xəbərdar edər ki, yemdə hərəkətlilik var. Hal-hazırda bax budur. Siqnalizatorumuzu açdıq. Siqnalizator bu dəqiqə çalışır vəziyyətdə. Balıq əgər götürərsə siqnalizator işləyəcək. Qardaşlar, tam bu prosesi bitirdikdən sonra axırıncı olaraq yoxlayırıq. Siqnalizator işləyir vəziyyətdədir. Əmin oluruq ki, işləyir. Yəni bu vəziyyətdə də buraxıb balığımızı gözləyirik. Qardaşlar, bu səhər saat 5 səhər yemləməsidir. Axşamdan yemləmişdik nöqtələri.
Biraz yeniliği, yemler, toçkaları yeni yemlə təmin edək ki, balığımız olsun, balıq nöqtəyə daha dəyib. Bu dəfə nöqtələri olduğu yerin yemi var. Qarmağın yanında yem olmasına görə pivo paketlə atırıq. Pivo paketlərimiz bunlardır. Bunu bu şəkildə ağzı açılır. Bunu da əlimizdə belə sıxıb bura 30'duruq. Bu şəkildə stakan rolunu oynayır. Bunun dibinə az bir şey pelet vururuq. Ben burada başka bir şeyle kuruzu, tek kuruzu yemin içində saxlayıram və yanlarını doldururam. Bu şekilde doldurdan sonra aşağı hissəsini tutup bunu buradan çıxardırıq. Çıxartdıqdan sonra bunun burada arası var. Bu aradan çıxardırıq. Yemimize az bir şey sıxdıqdan sonra vururuq. Vurduğumuz hissəni isladırıq və belinə sarıyırıq bunu. Sardıqdan sonra az aşağıda artırıq ki, belə preslənmə olsun bura. Bu PV paketdir. Bu suya düşdükdə ora qədər gedir. Suya düşdükdən sonra 10-15 saniye, 20 saniyeden sonra bu şekildedir montaj. Bu şekilde düşür ora, qarmaq da yanında əriyir, yem dağılır. Bu yemin arasında bizim yemi de görüp balıq götürür. Kardeşler, akşam yemeği bitib. Fikrimiz odur ki, biraz bu yemləmə haqqında danışım. Biz kaçmaz üsulunu işlətdik burada. Bir məsafə seçdim. Ora demək olar ki, bir 10-15 metre yeri düzünə yemlədim. Həmin yemləmədən sonra bütün çubuqları ora koydum. Yəni burada göl balazı olduğuna görə balıq hardan yaxınlaşsa o yem ərazisinə girdikdən sonra istər-istəməz o paklovkanı görəcəyik biz. İnşallah da ki, mən bilən ki, o paklovka olmalıdır. Aha. Paklovka olmalıdır sözün adına var. Vurur deyəsən. Oo, getdi, parvoz getdi. Oh. Bu da catfishing'in razrətlərindən biridir. Tek balıq çıxartmaq. Oh. Gəl baxaq. Baxın. Düzgün montaj. Alt dodaq. Vertolyot sistemi. Montaj budur. Vertolyot sistemi. Montaj bu. Balığımız da ki burada.
Qardaşlar, bu yeni gölümüzdə də balığımızı tutduq. Necə deyərlər, düzgün taktika ilə məsafəmizi düzgün seçdik, yerimizi düzgün seçdik. Xaçmaz taktikasından istifadə elədim. 2 balığımız var. Birini də tam belə kapsaka salanda qaçırtdıq. 3 balıq deyilə bilərdi, amma nəqdindən danışaq. 2 balığımız var. Biri böyük, biri balaca. Balacanı həmən buraxmalıyorduk. İndi çıxdığına görə dedik bir çəkilişini eləyək, sonra buraxaq. Bir ibrət olsun onsuz da hamıya. Mən bir balığı, böyük balığı gətirim. Elə də böyükdür. Amma balıqdır. Balığı göstərim, sonra çəkisini çəkək. Belə bir gözəllik. Bir sizə salam desin. İndi çox əziyyət vermədən bunu tərəziyə vıraq, görək nə qədərdir. Nol. 2 kilo 885. Bunu ilk öncə buraxaq, sonra o birisini çəkim göstərim sizə. İndi isə balığımızı buraxaq. Bunun ağzı açıldı. Bu başı fırlandı. Get. Arkadaşlar, bir dənə balaca balığımızı da bıraxaq. Onu çəkiyə vurmayacağım. Prosto göstərmək üçün. Balaca, gəl, gedirsən. Bu da bizim balaca. Elə indi də idi. Təmiz sazandı. Vəhşi sazan. Bunun gözəlliyi, bunu həmən buraxaq, əziyyət vermədən. Get, böyüyün gəlsin. Yaşat ki, gələcək nəsil yaşasın. Belə balaca sazanları heç vaxt götürməyin. Sizə bir böyük qardaş məsləhəti, carfishing məsləhəti, carfishingçi məsləhəti. Bu kiçik balıqları nə qədər çox buraxsaq, böyüyünü o qədər çox tutacaqsınız. Ona görə ki, onlar böyüməyə gedir. Azərbaycanın Carfishing klubu yeni yerə gəldi. Şamaxıda dağların arasında. Gözəl bir yer seçdik, gözəl bir mənzərə vardı. Nöqtəmizi düzgün seçdik, balıqlarımızı aldıq. Çox gözəl istirahət elədik. Çox gözəl təcrübə aldıq. Necə deyərlər, bu gün də belə
Bugünkü günün balığı bu qədər. Gələn dəfə üçün bu gölə bilirik hansı hazırlıqlarımızı görməliyik, hansı yemlər işləyir, hansılar işləmir, nə işlətmək lazımdır, harda balıq axtarmaq lazımdır. Qısacası odur ki, bu Azərbaycan carp fishing idman növü olaraq inkişaf eləməlidir. O gün olsun ki, buna həvəslilər çox olsun. Hamınızı Azərbaycanın carp fishing klubuna dəvət edirəm. Azərbaycanda yeganə və tək carp fishing klubu Azərbaycan carp fishing klubudur. Hamınıza uğurlar. İnşallah başqa göldə, başqa yarışlarda, başqa balıqçılıqda görüşənədək. Uğurlar.